2019-cu il avqustun 10-u səhər saat 6:30 Manhattandakı ən yüksək təhlükəsizlikli federal həbsxanalardan birində MCC-də bir kamera içində 66 yaşlı bir kişi ölü tapılır. Bu adi bir məhbus deyildi. Onun telefon kitabçasında iki keçmiş prezident, bir baş nazir, bir şahzadə, dünyanın ən varlı adamları və Nobel mükafatçıları var idi. Nəzarət kamerası texniki səbəbdən işləmirdi. Onu izləməli olan iki mühafizəçi o gecə yatmışdı. Rəsmi nəticə isə belə idi: özünə qəsd. Amma bu sual illərdə açıq qalır. Jeffrey Epstein həqiqətən özünü öldürdümü? Yoxsa çox şey bilən bir adam susduruldu? Bu sadəcə bir cinayət hekayəsi deyil. Bu pulun, gücün və susqunluğun necə 10 illiklər boyu ən dəhşətli cinayətləri gizlədə bildiyinin hekayəsidir. Kanalımıza yeni gəlmişsinizsə abunə düyməsini sıxın. Çünki bu kanalda Azərbaycanın heç bir yerdə bu qədər detallı danışılmayan cinayət hadisələrini izah edirik. Jeffrey Edward Epstein 1953-cü ilin yanvarın 20-sində New Yorkun Brooklyn rayonunda orta təbəqəyə mənsub Yəhudi ailəsində dünyaya gəlir. Zəkası erkən yaşdan diqqəti cəlb edir. 16 yaşında məktəbi bitirir. Amma maraqlısı budur ki, o heç vaxt universitet diplomu almır. Cooper Union və New York Universitetində təhsil alsa da heç birini bitirmir. Buna baxmayaraq 1973-cü ildə ona qeyri-adi bir imkan yaranır. New Yorkun ən elit məktəblərindən biri olan Dalton School-da riyaziyyat və fizika müəllimi kimi işə götürülür. Halbuki lazımi diplomu yox idi. Onu işə götürən direktor sonradan ABŞ Ədliyyə naziri olacaq William Barrın atası Donald Barr idi. Şagirdləri onu xarizmatik, amma insanlara qəribə dərəcədə yaxın adam kimi xatırlayırlar. 1976-cı ildə isə tamamilə gözlənilməz bir addım atır. Maliyyə sektoruna keçir və Bear Stearns İnvestisiya Bankında opsiyon traderi kimi işə başlayır. Diplom olmayan bir müəllimin Wall Streetin ən nüfuzlu banklarından birində məsul mövqeyə qədər yüksəlməsi. Bu artıq onun sonrakı həyatının ilk əlaməti idi. Adi qaydalar ona aid deyildi. 1981-ci ildə Bear Stearns'i qeyri-müəyyən şəraitdə tərk edir və özünü yalnız milyarderlərə xidmət göstərən gizli bir maliyyə məsləhətçisi kimi təqdim etməyə başlayır. Amma bu şirkətin real fəaliyyəti, real müştəriləri heç vaxt tam şəffaf olmayıb. 1980-ci illərin sonunda Epsteinin həyatında həlledici bir insan peyda olur. Dell Limited və Victoria's Secret'in sahibi Les Wexner. Wexner ona vəkalətnamə verir. Hətta Manhattandakı nəhəng malikanəsini onun adına keçirir. Bu, Epsteinin sərvətinin əsl mənbəyi barədə ən çox soruşulan sualdır. Çünki o, heç vaxt real müştəri portfelini ictimaiyyətə göstərməyib. 1993-cü ildə media magnat Robert Maxwell'in qızı Ghislaine Maxwell Epsteinin həyatına daxil olur və onun ən yaxın tərəfdaşına çevrilir. 1995-ci ildə Epstein Virgin Islands'da Little St. James adasını alır və sonradan qurbanların ifadələrində cəhənnəm adası kimi adlandırılacaq yer. Bu illər ərzində onun təyyarəsinin uçuş jurnalları göstərir ki, sərnişinlər arasında dünya siyasətinin, biznesin və akademiyanın ən tanınmış simaları olub. Bunu vurğulamaq vacibdir. Uçuşda adının olması, yaxud onunla şəkil çəkdirmək tək başına heç kimin cinayətə qarışdığını sübut etmir. Amma bu şəbəkənin genişliyi məhz Epsteinin illər boyu cəzasız qalmasının əsas səbəblərindən biri oldu. 2005-ci ilin martında Palm Beach polisinə bir ana şikayət edir. 14 yaşlı qızının Epsteinin malikanəsində cinsi istismara məruz qaldığını bildirir. Polis gizli əməliyyata başlayır və masaj adı altında yeniyetmə qızların onun evinə cəlb edildiyini ortaya çıxarır. 2006-cı ildə işi FTB öz üzərinə götürür. Prokurorlar çox sayda qurbanla görüşür, amma nəticə gözlənilməz olur. 2007-ci ildə qeyri-təqib razılaşması imzalanır. Bu razılaşma ilə Epstein federal ittihamlardan tamamilə qorunur. Üstəlik, razılaşmaya heç vaxt adları açıqlanmayan həmşəriklərə də toxunulmazlıq şamil edilir. 2008-ci ildə o yalnız ştat səviyyəsində fahişəliyə cəlb etmək ittihamı ilə razılaşır və 18 ay həbs alır. Amma bu həbs heç bir adi məhbusun görmədiyi formada idi. Günün 12 saatını həftədə 6 gün öz ofisində keçirmək icazəsi ilə. Az sonra, təxminən 13 ay sonra azad olunur. Bu razılaşma sonradan tarixin ən yumşaq cəza sövdələşmələrindən biri adlandırılıb və 2019-cu ildə federal məhkəmə bunun qurbanların hüquqlarını pozduğuna qərar verib.
Cəza müddətini bitirdikdən sonra Epstein cəmiyyətdən təcrid olunmur. Əksinə, 2010-cu ildə Şahzadə Andrew ilə mərkəzi parkda gəzərkən görünür. Sonrakı illərdə onun elm, siyasət və maliyyə dünyasının nüfuzlu simaları ilə əlaqələri davam edir. 2011-ci ildə Virginia Giuffre adlı qadın onun və Maxwell'in əleyhinə mülki iddia qaldırır və illər sonra bu iddia bütün işin yenidən açılmasında həlledici rol oynayacaq. Burada psixoloji tərəfə diqqət yetirmək lazımdır. Epsteini tanıyanların ifadələrinə görə o özünü sistemi hər zaman öz xeyrinə yönəldə bilən bir insan kimi göstərirdi. Pul, elmi nüfuz və sosial statusu bir vasitə kimi istifadə edərək özünə etibar və toxunulmazlıq qatı yaratmışdı. Məhkəmə sənədləri və qurbanların ifadələri göstərir ki, onun modeli sadə idi: cəlb etmə, maddi asıllıq yaratma və sonra bu asıllıqdan istifadə. Bu klinik diaqnoz deyil, sadəcə istintaq materiallarında və jurnalist araşdırmalarında dəfələrlə təsvir olunan davranış nümunəsidir. 2018-ci ildə Miami Herald qəzetinin jurnalisti Julie Brown'un illik araşdırması dərc olunur. Brown 80-ə yaxın qadınla danışır və onların Epstein tərəfindən 2001-2006-cı illər arasında istismar edildiyini sənədləşdirir. Bu araşdırma bütün işi yenidən gündəmə gətirir. 2019-cu ilin iyulun 6-sında Epstein Fransadan qayıdarkən New Jersey-dəki hava limanında həbs olunur. Bu dəfə ittiham daha ağırdır: yetkinlik yaşına çatmayanların qaçaqmalçılığı və bu məqsədlə sui-qəsd. Zaminə buraxılmaq tələbi rədd edilir. Prokurorlar onun özəl təyyarələri və nəhəng maliyyə imkanları səbəbindən qaçma riski daşıdığını əsaslandırırlar. Amma 2019-cu ilin avqustun 10-da məhkəməyə qədər o kamerasında ölü tapılır. New York şəhər ekspertizası rəsmi olaraq bu işi intihar kimi qeydə alır. Ədliyyə Nazirliyinin müstəntiqi sonradan federal həbsxana mühafizəçilərinin ciddi səhlənkarlığının bu faciəyə şərait yaratdığını təsdiqləyir. Nəzarət kameraları işləmirdi. Mühafizəçilər növbədə yatmışdı. Bu faktlar rəsmi sənədlərlə təsdiqlənib, amma sui-qəsd nəzəriyyələrini söndürməyib. Çünki insanlar sual verməkdə haqlıdırlar. Bu qədər nüfuzlu insanları tanıyan bir adam necə bu qədər asanlıqla ölə bildi? Epsteinin ölümündən sonra diqqət onun uzun illik tərəfdaşı Ghislaine Maxwell'ə yönəlir. 2020-ci ilin iyulunda o cinsi qaçaqmalçılıq ittihamları ilə həbs olunur. Prokurorlara görə o qurbanları cəlb etmək və istismara hazırlamaqda birbaşa rol oynayıb. Bir aylıq məhkəmə prosesindən sonra 2021-ci ilin dekabrın 30-da hakimlər onu bir neçə maddədə təqsirli bildi. 2022-ci ilin iyununda ona 20 il həbs cəzası verilir. Bu, Epstein işində məhkəmə tərəfindən çıxarılan ən ağır hökm olaraq qalır. İndi isə gəlin, bu işin niyə hələ də dünya siyasətini lərzəyə saldığına baxaq. 2025-ci il boyu ABŞ-da Epstein sənədləri mövzusu siyasi böhrana çevrilir. Prezident Donald Trump'ın administrasiyası əvvəlcə bu sənədlərin açıqlanacağını vəd etsə də, iyul ayında Ədliyyə Nazirliyi elan edir ki, heç bir müştəri siyasi yoxdur və əlavə sənəd açıqlanmayacaq. Bu qərar hər iki siyasi cinahda kəskin etiraza səbəb olur. Təzyiq artdıqca Konqres nadir rast gəlinən yekdilliklə hərəkət edir. 2025-ci il noyabrın 18-də Nümayəndələr Palatası 427 səslə Epstein sənədlərinin şəffaflığı aktını qəbul edir. Senat isə eynən yekdilliklə təsdiqləyir. Trump həmin gün qanunu imzalayır. Nəticədə 2026-cı il yanvarın 30-da Ədliyyə Nazirliyi tarixin ən böyük sənəd açıqlamalarından birini edir. 3,5 milyon səhifə, 2000 video və 180 min şəkil. Bu sənədlər dalğası bir sıra nüfuzlu insanların karyerasına son qoyur. Britaniyanın keçmiş səfiri istefaya göndərilir. Fransanın keçmiş mədəniyyət naziri vəzifəsindən çəkilir. İş adamları və akademiya nümayəndələri açıqlanan yazışmalara görə ictimai təzyiqlə üzləşir. Hətta krallıq ailəsində də sarsıntı yaranır. 3-cü Kral Charles əvvəlki şahzadə Andrew-nu bütün rəsmi titullarından məhrum edir. Bununla belə, vurğulamaq lazımdır ki, sənədlərdə kiminsə adının çəkilməsi və ya onunla şəkilli görünməsi tək başına həmin şəxsin cinayətə qarışdığını yekdilliklə sübut etmir. Araşdırmaçılar və jurnalistlər bu fərqi daim vurğulayırlar. Sənədlər əlaqələri göstərir, amma məhkəmə hökmü yalnız faktiki sübutlarla verilir. Jeffrey Epstein'in hekayəsi təkcə bir insanın azğınlığı deyil. Bu, institusional sistemlərin, polisin, prokurorluğun, hətta bəzən jurnalistikanın pul və nüfuz qarşısında necə susa bildiyinin göstəricisidir. 2007-ci ildəki o razılaşma olmasaydı, bəlkə də onlarla qurban daha erkən qorunardı. Onun ölümü sual işarələrini bağlamadı. Əksinə, illər sonra 2025-2026-cı illərdə dünya yenidən eyni sualı verir. Bu qədər gücə malik adamlar həqiqətən qanundan yuxarıda ola bilərmi? Bu iş hələ tam bağlanmayıb. Sənədlər açıqlanmağa davam edir. Yeni adlar ortaya çıxır. Yeni sorğu-suallar aparılır.
Bu Epsteinlə bağlı videonun birinci hissəsi idi. Növbəti bölümdə isə pərdə arxasına keçirik. Bu şəbəkənin əsl qurbanları kim idi? Onların başına nə gəldi? Və indiyə qədər gizli qalan, insanları şoka salan foto və video sübutlar nə üzə çıxardı? Bütün bunları qaçırmamaq üçün kanala abunə olub bildirişləri açmağı unutmayın.